Salam mülki hörmətli izləyicilərimiz. Binəqədidə 170-in astronomikasına yaxın yeni bir evimiz var. Evimiz 2 otaqdan ibarətdir. Gəlin yaxından evimizdən sizi tanışayım. Bu evimizin giriş hissəsidir. Çöldə rahat bir dənə sanız ev var, əl yumaq üçün. Burada baxın, yaxın gəl. Burada evimizin padval hissəsi var və balaca bir dənə qladovkamız da var. Qapalı qladovkası. Kombi sistemimiz buradadır. Gördüğünüz gibi kombisi var. Evimizde hal-hazırda yaşayış da var. Daha sonra kondisioner de çək qardaşım. Kondisionerimiz de var gördüğünüz gibi. Evin giriş hissəsi belə şüşəli aynəbətli. Necə yaxından çəkərəm. Deməli evimizin giriş hissəsi aynəbətdən ibarətdir. Bura hal-hazırda giriş hissəsi. Yəni evimizdə yaxından tanışırlar. Baxın gördüğünüz gibi evimizdə yəni kombi sistemi var. Radiator da işte vəziyyətdədir. Yəni orta qonaqlarla başlayaq. Bura deməli bizim qonaq otağımızdır. Gördüyünüz kimi necə böyükdür qonaq otağımız. Yəni əşyaları görürsünüz. Yəni içində əşyası var. Bu böyüklüyünü göstərir otağın nə qədər böyük olduğunu. Daha sonra gəlin digər otaqlara keçək. Bu evimizin digər otağıdır. Yatak otağımızdır. Baxın, yatak otağımız da qəşəng genişdir. Gördüğünüz kimi sərgəlidir evimizin aboyları, üst hissəsi. Daha sonra burası evimizin salon zeydi, yaxından çək. Daha sonra evimizin mətbəx hissəsinə keçək. Bura evimizin mətbəx hissəsidir. Evimiz qəşəng xudmani, kiçik, 2 otaqlı evdir. Gördüğünüz kimi hər şey sərgəlidir. Bir dənə fırın arxanı çəkək. Giriş hissəsi nəyə desəz dəyər. Çox gözəl vəziyyətdədir. Evimiz yeni dediğim gibi 170'in astronomikasındadır, Binəqədidədir. Ətrafda yaşayış var. Hal-hazırda evin içində də yaşayış var. Evimiz satışdadır. Evimizlə bağlı kimdən sualı olarsa direktdə və aşağıdakı nömrələrimizlə əlaqə saxlaya bilər. Evimiz satışı əşyaların bəzi hissələri satışda verilir, bəziləri isə özü ilə aparılacaq. Əlaqə suallarınız oldu, yazarsınız bizə. Sağ olun.